Qardaşlar, əziz dostlar. Demək, bu video əsasən YouTube kanalımız üçündür. Kim izləmək istədisə, mən ona göstərirəm. Buna reymen vurmuşam ki, təzədən fərqli olsun, görsənsin. Bax, gördüyünüz İz43 yan-yana 16 kalibr. Salafan, zavodun yağı üstündədir. Sadəcə olaraq, bəzi səbəblərdən, bunu məndən müştərim almışdı. Maddi imkanı bəzi səbəblərdən çatmırdı. Mənim özümə gətirdi, verdi və mən bunu çox ucuz qiymətə burada satışını bərpa edirəm, heç pul da qazanmıram. Yəni, almışam, beləsimasını da bir dəfəm satmışam. Sadəcə ona pul lazım olduğuna görə, mən bunu götürdüm. Bir də ki, əziz qardaşlar, belə bir Aztekamız var. Kral Arms Azteka 5 açılan kamuflya 0. 0. Yəni, bir cilə patron belə qoyulmuyor içinə. Yəni, sıfırdır, yəni işlənmiş deyil. 950 manata. Kim istəsə, bir həftə 10 gün ərzində də belə ismasın, bunu adına keçirdə bilərik. Yəni, keçirmək olur. Yəni, bu bizdə var. Yəni, endirimi möhtəşəm olan şeyləri mən sizə izah edirəm ki, yəni, möhtəşəm, qeyri-adi budur. Ondan sonra, belə deyim sizə, demək nələrimiz var. Tirləri bilirsiniz, tirləri var. Və burada barımızdır Churchill'imiz, Winchester'ımız, Sayga'mız və Mavoruk 812 taktikal silahlarımız da var. Həmçinin düzdür, ovçılıq, ovla məşğul olan adamlar düz onlara çox üstünlük vermir, həvəskarlara çox üstünlük verir. Amma ki, bugünkü günü burada gördüyünüz Rus silahları, bax, İjdər, İjevski zavodlar, yəni Emer deyirsiniz, Emer zavod dəyişib. Mən bunu hər kəsə deyirəm ki, zavod, məsələn, İjevski zavod idi, mən getdim, aldım oranı, bütün işi biznesi aldım, qoydum Emer adına. Emer gedir. Yəni budur, bir də 28 kalibrimiz var, 28 kalibr. Hələ bunun kleyini yapışdırmaq lazımdır bura. Bu düşüb, baxılın. 28 kalibr belə bir gözəl bir silahımız var. Bunu siz bizdən əldə edə bilərsiniz. Bu çox möhtəşəm. İtaliya ilə Türkiyənin birdə buraxdığı, istehsal etdiyi bir şeydir və sizə detalın qalınlığını göstərim. Yaxınlaşdı, baba qalınlığına baxın. Bu qalınlığına detalda olan silah yoxdur. Yəni bu nəvə, nəticə kötücüyə qədər babadan qalma yadigar adı ilə istifadə olunması bir şeydir. Belə bir silahdır. Taptəzədir, cızığı belə yoxdur. Möhtəşəm bir şeydir, 28 kalibrdir, yüngüldür. Necə deyim?